Hamıya salam dostlar. Nə tərsiz? Bu gün mən sizinlə birlikdə Zırpaki part 4-ü çəkirəm dostlar. Bəlkə bilmirəm part 5-ə qədər getdi. Hə, part 5-ə qədər gedəcək. Çünki o qədər çox pulum yoxdur ona görə. Birinci başlayaq ən zəiflərdən. Birinci başlamaq istəyirəm bu ilə dostlar. P500-dən başlayaq. P500-ü almışam bir modeli qapıya. Sonra keçək buna Mambaya. Bunu da almışam 2 manata dostlar. Mamba içində 2 manata almışam. Çox ləzzətlidir, çox qəşəng partlayır. Hər nəysə o qalsın belə. Çox vaxtım yoxdur yenə də. Bilmirəm mənim niyə hər dəfə vaxtım olmur. Harasa zət gedirəm ona görə dostlar. Sonra dostlar bundan almışam. Dinamit. Bunu da 2 manata almışam dostlar. Bunu da koyduk bura. Sonra keçək buna. Yo, hələ var. Yo, bir yəni bomba bir şey var. Bunu da axırda göstərəcəm də dostlar. P23 dostlar. P23 aldım. Bunu da P23'ü də qoyaq bura. Dik durmurlar deyənə belə qoyuram. Bu dik durub özüm də belə qoyum ki, biraz yaxşı görsənsin. Sonra keçək buna. Deyə bu ekskluziv. Bu da bir modeli qəpiyə almışam dostlar. P23'ü də 2 manata almışam dostlar. İndi keçək biraz belə ortancığına Zenga. Ortalıqda Zenga'dan dostlar. Bir dənə də Zenga dostlar. Bir dənə də bomba, ən axırıncı bombamız. MK27 dostlar. MK27 oldum. Əlimi Əlimi içi boydadır dostlar. MK27 əlimi içi boydadır dostlar. Çox yekədir. Baxın belə. Videomuz bu qədər idi. İzlədiyinizə görə təşəkkür edirəm.